hörmətli tədbir iştirakçıları, bugün Saadət Qutanın həm də ikinci bir sevinçli günüdür. Onun qardaşı bizim hörmətli ağsaqqalımız, professorumuz Vidadi müəllimin, Vidadi Oruzovun 70 illik yubileyidir. O Lənkəranda universitetdə kafedra müdürüdür, işinlə bağlı gələ bilmədi. Ancaq mənə zəng edib bir söz dedi ki, mənim təbrikimi çatdıranda bir söz deyərsən. Deyərsən ki, mənim anam xanım olsa da, məni böyüdən əsl ana Saadət Qutadır. Baş keçiddə xanım ana dünyaya gətirən Vidadi kimi qeyrətli, ziyalı, zəkalı ağsaqqal oğlunun 70 illik yubileyini və Saadət Qutanın 75 illiyini gəlin bir ürəkdən alqışlayaq. Vidadi müəllimdə bu alqışları gedib Lənkərana çatsın. Çox sağ olun.